Esselamu Aleyküm izləyicilər. Bu video dəstə ra hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 10-cu hərfi ra hərfidir. Bu hərf dilin ucunu geriyə doğru qıvrılaraq üstamağa sərt bir şəkildə və ya başqa sözlə ifadə etsək, dilin ucunu yuxarı kəsici dişlərin kökünə toxundurmaqla bu hərfə təkrar sifətini verilərək tələffüz edilir. Azərbaycan dilində olan r səsinin qalın və hərdən də incə formasıdır. Səslənişinə nəzər salaq. Ra, ra. Xatırladaq ki, bəzi insanlar bu hərfi tələffüz edərkən təkrar sifətini vermir, yəni qoşa şəkildə səsləndirmir və ra şəklində səsləndirir. Bu yanlışdır. Mütləq təkrar sifəti verilməlidir. Ra, ra. Amma lap ifrata da getmək olmaz, yəni bu şəkildə də tələffüz etmək olmaz. Ra, belə də yox, yəni ra. Yəni qoşa iki sanki yəni r səsini səsləndirirsiniz. Yəni məhz bu formada tələffüz etməlisiniz. Bu baxımdan bu hərf rus dilində olan r hərfi kimi səslənir. Məsələn, razmer. Azərbaycan dilində olan bəzi ərəb mənşəli sözlər var ki, onların da məsələn səsləndirilməsində qoşa r-dan istifadə edirik. Ruzi sözündə belədir. Bəzi amma alınma sözlərdə isə, məsələn, radio sözündə, yəni bir ədəd r səsini səsləndiririk. Ra hərfi özündən sonra birləşməyən 6 hərfdən biridir. Bundan öncəki video dərslərdə özündən sonra birləşməyən 3 hərfi keçmişdik. Bunlar əlif, dəl və zəl hərfləri idi. Bu 4-cü hərfdir. Digər 2 hərfi isə növbəti dərslərdə keçəcəyik inşallah. Ra hərfi özündən sonra birləşmədiyi üçün bu hərfin 2 cür yazışı mövcuddur. Ekranda ra hərfinin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazışını görürsünüz. Əvvəlində və müstəqil forması bir cürədir. Kəlmənin ortasında və sonunda isə bir cürədir. Yəni sağ tərəfdən çıxıntı qoyularaq yazılır. Gəlin praktiki formada yazışını həyata keçirək. İlk öncə müstəqil formasını yazaq. Yuxarıdan aşağıya doğru bu şəkildə yazırsınız. Sanki vergül işarəsinə bir qədər bənzəyir. Yəni sadəcə üzərində nöqtəsi olmur. Kəlmənin əvvəlində də müstəqil formasındakı kimi yazacağıq. Çünki eyni cürədir. Kəlmənin ortasında isə çıxıntı qoyuruq və özündən sonra birləşmədiyi üçün sərbəst formasını yazırıq. Kəlmənin sonunda da ortadakı yazılış kimi yazılacaq. Çıxıntı qoyulur və aşağıya doğru çəkilir. Çıxıntı qoyulur, aşağıya doğru çəkilir. Belə siz də bu hərfin müxtəlif yazış formalarını ən azı bir sətr olaraq yazın. Bu sizin zehninizdə bu hərfləri ümumiyyətlə yaxşı yadda saxlamaq üçün kömək edəcək Allahın izni ilə. Bu qədər. Esselamu Aleyküm.